Dostlar, Green Cardla bağlı yeni xəbər var. Yəni Green Card ləğv olunmayıb, sadəcə olaraq müvəqqəti fasilə verilmişdi. İndi isə qaydalara bəzi dəyişikliklər edilib. Yəni 2026-cı il, bu ilin oktyabr ayında nə zaman ki lotereya açılacaq, o zaman sizdən xarici pasport istəniləcək. Yəni kiminsə əgər xarici pasportu yoxdursa və Amerika düşünürsə, belə adamlar birinci gedib xarici pasport almalıdırlar. Daha sonra isə xarici pasportda ad, soyad və digər informasiyalar olan həmin o hissəni skan eləməlidirlər. Skan olunub və sayta yükləyəcəklər. Digər bir qərar isə $1 komissiya haqqıdır. Yəni kim ki qeydiyyatdan keçəcək, həmin şəxs $1 məbləğində komissiya haqqı ödəyəcək. Bu həm də ondan xəbər verir ki, Green Card lotereyası ləğv olunmayıb, Green Card lotereyası davam eləyir. Sadəcə olaraq müvəqqəti pauza verilir. Ümid edirəm ki, artıq bu ilin oktyabr ayından kim istəyirsə, həmin şəxslər Green Card qeydiyyatını eləyə biləcəklər.